Məlum olduğu kimi, vətəndaşlar tərəfindən mənzillərin kirayə verilməsi vergiyə cəlb edilən əməliyyat olsa da, bu sahədə qeyri-rəsmi əməliyyatlar mövcuddur. Prosesin rəsmiləşməsi məqsədi ilə inzibatçılığın sadələşdirilməsi və kirayə gəlirləri üzrə vergi yükünün azaldılması nəzərdə tutulur. Xatırladaq ki, 2025-ci il yanvarın 1-dən etibarən kirayə gəliri əldə edən vətəndaşlara özləri vergi orqanında uçota durmadan agent, hüquqi və ya fiziki şəxs müəyyən etmək və vergi öhdəliklərinin yerinə yetirilmək vəzifəsini həmin şəxsə həvalə etmək hüququ verilib. Kirayə bazarı üzrə ağarmaya və könüllü əməl etməyə nail olmaq məqsədi ilə fiziki şəxslərə məxsus olan yaşayış sahələrinin fiziki şəxslərə kirayə verilməsindən əldə olunan gəlirlər üzrə vergi dərəcəsinin optimallaşdırılaraq 14%-dən 10%-ə endirilməsi nəzərdə tutulur. Bu, vergi yükünün təxminən 30% azalması deməkdir. Sahibkarlıq fəaliyyəti çərçivəsində icarəyə verilən, yaxud hüquqi şəxslərə kirayə verilən əmlaklar üçün isə 14%lik vergi dərəcəsi dəyişməz qalır. Dəyişikliyin məqsədi vergidən yayma hallarının qarşısını almaq, fiziki şəxslərə məxsus yaşayış sahələri üzrə kirayə müqavilələrinin və bu müqavilələr üzrə əməliyyatların rəsmiləşdirilməsini təşviq etməkdir.